Şaban ayının son günlərində İmam Rıza əleyhissalam öz səhabəsi Əbu Səltə dedi ki, ey Əbu Səltə, Şaban ayının böyük bir hissəsi keçib və bu gün ayın axırıncı cüməsidir, sonuncu cüməsi. Buyurur, elə isə ötən səhlənkarlıqların əvəzin günün qalan hissəsində ödə və sənə faydalı olan işlərə tərəf üz tut. Çoxlu dua ilə bağışlanmaq dilə. Sanki bizlərə Həzrət xitab edir. Çoxlu dua ilə bağışlanmaq dilə. Çoxlu Quran oxu. Günahların üçün tövbə ilə. Ramazan ayı daxil olana qədər özünü Allah üçün xalis elə. Niyyətini xalisləşdir. Boynunda olan borcu və əmanəti qaytar. Kimlərəsə ürəyində bəslədiyin kin-küdurəti ürəyindən çıxart. Ramazana hazırlıq ki, hansı halda daxil olaq. Sonra Həzrət buyurur, işlətdiyin günahları tərk elə, Allahdan qorx, gizli və aşkar işlərində Allaha təvəkkül elə, çünki hər kim Allaha təvəkkül eləsə, Allah onun işlərinə kifayət eləyər. Bu ayın qalan günlərində Həzrət buyurur, bu duanı oxu. Sonda Həzrət bunu buyurur ki, bu duanı oxu. Allahümmə in ləm təkum ғəfərtə lənə fīmə məzə min Şaban. Allahım, əgər Şaban ayının keçən günlərində, bu günə qədər ötüb keçmiş günlərində bizi bağışlamamısansa, fəğfir lənə fīmə bəqiyə minhu. Bundan qalan ki, az günlər qalıb, o günlərdə bizi bağışla. Allaha and verir İzzət Cəlallah xatirinə, bizi Şaban ayından Allahın lütfi ilə üzü ağ çıxan bəndələrindən və Ramazan ayına üzü ağ daxil olan bəndələrindən qərar versin.